Salam əziz dostlar, bu gün istəyirəm çox ləzzətli, hel ətirli və girdəkan içlikli bir gözəl kuluça bişirəm. Mən ömrümdə bu qədər ləzzətli kuluça yeməmişdim. Mütləq bişirib dadını yoxlayın. Kuluçanı bişirməyə xəmiri yoğurmaqla işə başlayırıq. Belə ki, bir kasəyə 2 yumurta qırıb, kəpşində yazılan qədər qənd tozu, vanil töküb və bərqi çırpıcı ilə 5 dəqiqə çırpırıq. Qarışımımız ağarıb qabardıqdan sonra üzərinə bal, duru yağ, qabartma tozu töküb yenə 1-2 saniyə qarışdırırıq. Bir qaşıq yarım nişastəni də töküb, sonra üzərinə unumuzun yarısını əliyib qarışdırırıq. Unun qalanını da əliyib yenə qarışdırırıq. Xəmirimiz yapışqan bir xəmir olur. Üzərinə naylon çəkib, yaxçalda içliği düzəldənə qədər dinləndiririk. Gedək içliği hazırlamağa. Bu içliq çox ləzzətli olur. Bağlavalarda da işlədə bilərsiniz. Suyumuzu tökürük, un, şəkər və qarışdırırıq. Unun düyünləri açıldıqdan sonra ocağı yandırıb pişirməyə başlayırıq. Gördüyünüz qıvama gəldikdən sonra ocağı bağlayıb qalan ərzaqları artırırıq. Girdəkan tozu, hel tozu, şəkər, duru yağ, çox az da cozu hindi rəndələyib yaxşıca qarışdırın. Əllərinizi yaxşıca yağlayın və dinlənən xəmiri 35 qramlıq kündələrə bölün və 17 qramlıq kündələrə də içliği bölün. Əlləriniz yağlı olsun ki, xəmirlər əlinizə yapışmasın. Bir kündə götürüb, iki əlin arasında bastırıb və içlikdən içinə qoyub, yaxşıca büküb və yenə girdələyirik. Sonra yenə əlimizin ortasına qoyub bastırırıq. Yağlı çağa sərdiyimiz fersinizin içində aralıqlı şəkildə düzün. Pişdikdən sonra şişib bir-birinə yapışa bilir. 160 dərəcəli qabaqcadan qızdırılmış ferdə alt-üst fən 18 dəqiqə pişiririk. Qıraqlardan çox az rəngi söndükdə yəni hazırdır. Ondan artıq qalsa quruyar. Pişirən, yeyən hər kəsə nuş olsun. Ləzzətli reseptləri ana dilimizdə axtaranlar peycimə bir baş vursun. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.